Candarla Fransadayıq. Düz elə bir il bundan öncə eyni yerə gəlmişik. Bizdə o vaxtı Spectre idi. Bu dəfə isə Ghost'u çəkirik. Özdə Ghost 2-ni, Black Badge versiyada. Belə bir açarımız da var. Yeri gəlmişək, açarın üzərindəki olan dəri avtomobilin salon dərisi ilə eynidir. Bunu niyə görə ediblər? Rolls-Royce sürücüləri ya, sərnişinləri demirəm, avtomobillərinin açarlarını səhv salmasınlar. Bu hansının idi? Çünki bir nəfərdə olanda Rolls-Royce, onda artıq bir neçə Rolls-Royce olur. Cullinan ola bilər, Ghost ola bilər, Phantom ola bilər və yeni nəsil Spectre ola bilər. Bugün bizim maraqlı bir qonağımız var. Videonu belə başlaya bilərik. Əgər öncələr səssiz lüksdən söhbət gedirdisə, bu fashion industriyada və ya digər industriyalarda var idi səssiz lüks. Rolls-Royce'un təqdim etdiyi Ghost 2 intellektual lüksdür. Bu videoda mən sizə Rolls-Royce'un üzərində aparılmış bir neçə iş var ki, onların bəlkə də bilmədiyimiz, bəlkə də axtarış vermədiyimiz bir məlumatlardır. Yəni, avtomobil haqqında ümumi çox şey danışmağımız bəlkə də mənası yoxdur. Amma deyəcəyim xırda elementlər var ki, o sizdə wow didizdirəcək. Misal üçün onlardan biri Phantom radiator barmaqlığıdır. Bu radiator barmaqlığı işıqlanır qaranlıqda. Bunu Spectre'da və ya digər modellərində də görmüşük. Burada xüsusi bir şey diqqətinizi bəlkə də cəlb eləmədi. Amma diqqətinizi nə cəlb edir? Bu radiator barmaqlığını hazırlamaq əl işidir. Yəni, bu sənət əsəridir. Bunu əllə hazırlayırlar. Və bunu hazırlamaq üçün həmin sənətkarlara 45 saat vaxt lazımdır. Yəni, Rolls-Royce'un təkcə bu əllə hazırlanan radiator barmaqlığı 45 saata hazırlanır. Təbii ki, soruşacaqsınız ki, Ghost 2-nin bundan öncəki 2020-ci ildə təqdim olunmuş Ghost'dan hansı vizual dəyişiklikləri var? Təbii ki, Cahandar bunu montaj eləyəndə qarşınıza çıxardır. Əvvəlki Ghost və indiki Ghost, xatırladaq ki, 2009-cu ildən Ghost istehsal olunmağa başlayır və onun xüsusi auditoriyası var. Yəni, biz Rolls-Royce'u necə təsəvvür edirik? Kübar, zadəgan və yaşlı insanlar. Ghost çıxmağa başlayandan Rolls-Royce'un gənc müştəriləri artmağa başlayıb. Onlara lüks lazımdır, amma bu səssiz lüks olmalıdır. O vaxtın bir trendi idi. 2020-ci ildə bir dizaynda dəyişiklik olur. Baxın, 2009 və 2020-ci il arasında Ghost'da demək olar ki, çox şey dəyişmir. Və 2025-də biz Ghost 2 ilə tanış oluruq və təbii ki, xırda elementlərlə həm aşağı panel hissədə, həm işıq dizaynında xırda dəyişikliklər var. Amma bu xırda dəyişikliklər avtomobilə xüsusi gözəlliyi verir. Dəyişən başqa bir şey isə, məsələn, Rolls-Royce'un yeni təkər sistemidir. 22 düymlük disklərdir. Bu avtomobilə ayrıca bir gözəllik verir. Black Badge-in digərlərindən fərqi nədir? Artıq hər şey aydın olur ki, həm disklər, həm radiator barmaqlığı, həm bu uçan ruh, həm salonda digər elementlər, qapı tutacaqları hamısı qara rəngdədir və burada xüsusi işlənmiş materiallar var. Avtomobilin vizualına baxanda o bizə həm də kupeni də andıra bilər. Amma biz burada böyük bir kübar zadəgən bir avtomobilin arxa hissəsinə gələndə çox incə və Spectre modelindən ilhamlanmış arxa stopları görürük. Bu stoplar ilk dəfə Spectre modelində istifadə olunmuşdu və burada RR yazısından tutun, burada xırda işıq qaytarıcıların nöqtələrinə qədər, yəni stop işıqları qaranlıqda sizi digər avtomobillərin stop işıqlarından fərqləndirəcək. Zaten avtomobilin həcminə baxanda fərqlənirsiniz. Amma iki dənə səs boğucunu görəndə deyəcəksiniz ki, bu nə səsli avtomobildir. Əslində isə bu səsli avtomobil deyil. Deyim niyə? Niyə? Deyə. 6.7 həcmli bir mühərrik var. Çox güclü bir səs olacağını düşünürük. V12 mühərrikdir. Amma avtomobilin salonuna əyləşəndə böyük bir səssizlik var. Bu səssizliyi məhz bu şüşələr və bu 2 qat gücləndirilmiş şüşələridir.
Burada çox maraqlı bir məsələni qeyd edim. Deməli, Rolls-Royce mühəndisləri sizin evdə rahat necə oturursunuzsa, o pəncərə sistemi necədirsə, avtomobilə məhz həmin pəncərə sistemini gətiriblər. Bunu digərləri eləmir. Yəni, burada olan 2 qat şüşə, evinizdə olan 2 qat şüşədə necədir? Bir dənə şüşə, ortada boşluq və bir dənə də şüşə. Düzdürmü? Məhz onu gətiriblər ki, səs bunun içərisinə bir şüşədən keçib, içəridə sınır, ikinci şüşə ilə bloklanır və içəridə bir səssizlik yaranır. Və avtomobildə elə bir səssizlik yaradıblar ki, məlum olub ki, həmin avtomobildə əyləşən şəxslər narahat olurlar. Bu psixologiyadır. İnsan çox səssiz yerdə olanda narahat olmağa başlayır. Və nə edirlər? Deyirlər, biz o səssizliyi ora ötürə bilmərik və xüsusi səs ötürmə, yəni içəriyə səs ötürmə texnologiyası təqdim edirlər. Mən elə belə intellektual lüks demədim. Deməli, bu sistem nə edir? Canlar, çox maraqlıdır. Deməli, siz avtomobillə gedirsiniz, avtomobil içəriyə yalnız, misal üçün, quş səsi, su səsi, xırda xüsusi səslər var ki, insanı narahat eləməyəcək, həmin səsləri buraxır. Yəni, avtomobil kənarda baş verən səsləri filtrləyir, içəriyə lazım olan səsləri buraxır. Bu da sizə ikinci fərq. Bu mühərrik haqqında biz sənə təsəlli deyə bilərik. Niyə görə? Çünki Rolls-Royce təkcə avtomobil üçün mühərrik istehsal etmir. Təsəvvür edin ki, dünyada hal-hazırda uçan təyyarələrin 35%-nin mühərrikini Rolls-Royce hazırlayır. Bu da bir dənə maraqlı, heç də hamının bilmədiyi bir fakt idi. V12 mühərrikdir burada və 6,7 litrlik bir mühərrik. Tək güc, tək sürət. Təsəvvür edin ki, Rolls-Royce'un digərlərindən fərqi nədən ibarətdir də? Hər bir edilən detala, hər bir edilən funksionallığa bir şuar verilir, bir ad verilir. Yəni biz bunu niyə edirik? Məqsədimiz nədir? Tək güc, tək sürət anlayışındadır. Yəni biz burada V12 mühərrik görürük, amma içəri keçəndə biz o V12 mühərriki səsini hiss eləmirik. Yalnız işə salanda öyle brrr eləməyi var. Onu da indi eşidəcəksiniz. Onu eşitmiş oluruq. Yol boyu isə o səssizlikdən zövq alırıq. Amma sürəti də yığanda sürət qutusu elə bir sistemlə çalışır ki, sən onun sürətdən sürətə keçməyini o qədər də belə güclü hiss etmirsən. Ona görə tək sürət və tək güc kimi səndə bir forma yaradır. İkinci bir məsələ, bunu mən spektr modelini çəkdiyimiz zaman deyəndə şərh yazmışdılar ki, 0-dan 100-ə 4,5 saniyə sürətlənməsi gecdir. Kimin üçün gecdir? Siz elə bilirsiniz ki, maşın içində oturan adam üçün fərqi var. 0-dan 100-ə 4,5 yoxsa 2,2 oldu və yeri gəlmişkən o bizim gündəlik həyatımıza lazım deyil. Bu arada Rolls-Royce 0-dan 100-ə 4,5 yox, 3,5 də eləyə bilər, 2,5 də eləyə bilər. Yəni, mühəndislik onlara bunu icazə verir, amma bunlar etmirlər. Niyə görə? Burada da bir elmi yanaşma var. Elmi araşdırmalar zamanı müəyyən olunub ki, hərəkət sürəti əgər 0-dan 100-ə 4,5 saniyədən tez olursa, bu insanda narahatlıq yaradır. Ona görə heç bir Rolls-Royce avtomobili 0-dan 100-ə 4,5 saniyədən tez etmirlər. Çünki müştərisini sevir və onu narahat eləmək istəmir. Black Badge-də, amma burada individualist yazılıb. Yəni, individual bir seçim edən şəxslərin və ya individuallığa, özəlliyə fikir verən insanlar üçündür. Black Badge-in davamı məhz salonda da davam edir. Məsələn, hava vurucularının o yumru və metal deməli başda. Metalda olan hava vurucuların qara rəngdə olması, salonun içərisində bir çox elementlərin qara olması, tavanın qara olması əlavə status yaradır. Yəni, biz bu avtomobildə oturanda ki, öndə oturanda və sürəndə mən sizə deyəcəm bu avtomobil kim üçün nəzərdə tutulub. Amma sərnişinlər üçün də rahat ola biləcək bir avtomobildir. Yəni, ayaq məsafəmizə də baxırsınız və buradan da arxa oturacaqları rahatlıqla idarə edə bilərsiniz. Bunların hamısı metaldan hazırlanıb. Bu karbon fiber materiallardır. Həm burada, həm ön paneldə, həm də qarşıdakı sürücü və sərnişin panelində karbon fiberdən hazırlanıb və xüsusi metal elementlərlə işlənilib. Bu versiyada yox, başqa bir versiyada Ghost'u çəkəndə onu mən sizə göstərəcəm. İçəridəki tikiş dizaynında saplar bambuk
plyurdan hazırlanıb və o sapların ümumi uzunluğu, diqqət, 2,2 milyon kilometrdir. Yəni fantastik bir şeydir. Yəni Rolls-Royce niyə bahadır sualı verəndə ona görə bahadır ki, öz müştərisinə individual şeylər, elə şeylər verir ki, o başqalarında yoxdur və olmayacaq da. Məsələn, bu damın ulduzlar olması və axan ulduzlar olması. Axan ulduzların olmasının işarəsi bilsinədir də. Axan ulduz olanda arzu tutursan. Yəni Rolls-Royce sərnişinlərinin sahiblərinin arzusu yerinə yetir. Budur. Və bu arada bu ulduzlar sinxronizasiya olunur multimedia ilə. Orada gedən mahnı ilə bu ulduzlar sinxronizasiya olur və sanki bir evdə, bir kiçik bir ofisinizdə və ya nə bilim hansısa bir məkanda, qapalı bir məkanda bir istirahət zonasına çevrilir. Bu arada mən bu haqda söhbətimin əvvəlində demişdim. Bu avtomobildə məhz 2 qat şüşənin olması, ev effektinin yaradılması odur ki, sanki sənin qapanmaq istədiyin, tək qalmaq istədiyin, işlərini görmək istədiyin və dincəlmək istədiyin bir kiçik təkərlər üstündə bir evdir. Lüks bir evdir. Yəni sən səssizlikdən ləzzət alırsan, 2 musiqini qoyursan, çünki 18 ədəd dinamik var, yüksək keyfiyyətli səs keyfiyyəti və bu 18 ədəd dinamiklə istədiyin şeyi dinləyəndə bunu evində necə edərsənsə, öz rahatlığını da məhz bu avtomobilin içərisində hiss edəcəksən. Deməli, xırda elementlərdən biri. Spectre'da biz əyləc sistemini basırdıq, qapı bağlanırdı. Burada təbii ki, əvvəlki Rolls-Royce'larda olduğu kimidir. Yəni, bir düyməni sıxmaqla qapını belə bağlaya bilərik. Spirit sistemi adlanır bu. Bu yeni bir əməliyyat sistemidir. Çox sürətli və dinamikdir. İlk olaraq təbii ki, diqqətimizi cəlb edən dizayndır və start stopu sol tərəfdədir. Onu vurandan sonra artıq biz bir çox gözəl, kölgəli bir dizayn şəklini görürük idarəetmə panelində ki, biz bunu oturacaqlarda da bulut kölgələrindən ilhamlanaraq edilmiş kölgə sistemli bir bəzək sistemi var oturacaqlarda. Bunun da ilhamı buludlardan gəlir. Biz kölgələri çox görmüş olacaq bura bu avtomobildə. Bu əməliyyat sistemi, Spirit əməliyyat sistemi, Whisper adlı bir Rolls-Royce proqramı, amma bu proqram yalnız Rolls-Royce istifadəçiləri üçündür. Onunla paraleldə çalışır və bu Whisper proqramı, əpi Azərbaycanda da işləyir. Üstəgəl orada kod sözlər var, orada community var. Rolls-Royce istifadəçiləri üçün premium, lüks mağazalar, restoranlar, onların hər birini həmin o əpin içərisində görmək olar. Spectre'da bunu görmüşdüm də, yəni həqiqətən də indiyənə qədər gördüyüm ən yaxşı alətlər paneli deyə bilərəm. Həm mərkəzi konsolda, həm burada. Üstəgəl hava vurucularında işə saldığınız zaman burada rəqəmlər yoxdur da, ya istidir, ya soyuqdur. Yəni bunun da klassika olaraq saxlayıblar. Yenə metaldan hava vurucularıdır. Hava vurucularının bloklanması və açılması da metaldandır və klassik üslubdadır. Yenə dediyim kimi karbon fiber işləmədir. Ghost yazısı və sonsuzluq, infinity və bu burada davam eləyir. Əlavə olaraq o qanadlı mələyin, qanadlı ruhun necə deyirsinizsə deyin. Burada kiçik simvolu yerləşdiriblər və analog saat var. Qarşımızda head-up displeyi var. Haşiyəsiz güzgü var. Bütün bunların hamısı bizə deyir ki, bu avtomobil sürücü mərkəzlidir. Baxın, söhbətimizin əvvəlindən bu yana gətirdiyim məsələ nədən ibarətdir? Bu avtomobil, yəni biz Rolls-Royce əvvəl sərnişin mərkəzli görürdük. Yəni avtomobilin sahibi var idi və bu avtomobilin sahibi sükan arxasına keçəndə heç də avtomobilin sahibi kimi görünmürdü. İndi isə sistem elə qurulub ki, bu avtomobilin sahibi sükan arxasına keçəndə bilir, bu həmin oğlanın maşınıdır. Qadınlar deyəcəklər ki, seksiz danışırsan, amma belə bir ifadə var da. Yəni Rolls-Royce sürən qadın həqiqətən dünya azdır. Onlar adətən ikinci sırada əyləşməyə üstünlük verirlər. Yəni bu avtomobili idarə edən şəxsin də onun sahibi olması görülməlidir. Və avtomobili əyləşəndə, sükandan tutanda, sükandakı böyüklüyü maşallahı var. Yəni bu sükandan tutanda sən
deyirsən ki, bu mənim üçün hazırlanmış Rolls-Royce-dur. Deməli, maraqlı faktlardan biri budur ki, burada planar suspension sistemi var. Bu nədir? Hal-hazırda bizim avtomobil getdiyimiz anda avtomobil saniyədə milyon əməliyyat həyata keçirir. Təsəvvür edin, saniyədə milyon əməliyyat keçirir ki, biz nə qədər rahat gedək. Üstəgəl kameralar, aktiv surətdə 360 dərəcə kamera var. Onlardan bir baxış vertolyot baxışı deyirlər, helikopter baxışı deyirlər. Bu stereo kamera vasitəsilə ətraf analiz olunur və saatda 100 kilometrə qədər məsafədə hansı təhlükə yarana bilərsə, həmin təhlükələri öncədən avtomobilə ötürmək və bunu qarşısını almağa imkan yaradır. Misal üçün, qarşıdan gələn avtomobil, qarşıda olan maneə, piyada təhlükəsizliyi, yola qaçan tutaq ki, heyvan, gecə sistemi var, gecə nəsə baş verirsə, onların hamısı haqqında xəbərdarlıq verir. Ona görə mən bu avtomobilə intellektual lüksun daşıyıcısı adı verdim. Başqa bir maraqlı bir faktı sizə deyim. GPS əsaslı ötürücü sürət qutusu. Sən burada nə tutursan, söhbət tutursan? Biz yuxarı gedəndə sürətlər qutusuna bəlkə deyir ki, davay pilləni aşağı elə. Deməli, GPS nəyin əsasında işləyir? Sənin avtomobilin yerini bilir. Məsələn, biz bilir ki, biz bu dəqiqə Côte d'Azurdayıq. Bilir ki, Turalın sürüş tərzi nədən ibarətdir. Bilir ki, indi dayanmışıq, bizə darvazalar açılır. Və sürət qutusunu nizamlamasını, bu təbii ki, avtomatik surətdə baş verir. Sürət qutusu nizamlanmasını məhz GPS əsaslı edir. Yerindən, deməli, sənin yerindən və sürmə vərdişlərindən asılı olaraq sənə rahat sürüş tərzini verir. Məsəl üçün, bu avtomobili Bakıda sürsəniz, sürət qutusu tamamilə fərqli işləyəcək. Bu arada bunu Rolls-Royce üçün BMW mühəndisləri ediblər ki, əgər biz irəlidə bir möcüzə və ya separasiya olmasa, bu sistemin məhz BMW-nin də daha yuxarı modellərində istifadə olunacağını da güman edə bilərik. Yəni, bu, yəqin ki, belə də olacaq. Maraqlı bir məsələ, biz Spectre-da o uçan xalça effektinin yaradılması haqqında idi. Biz bu avtomobilinə gedirik, sanki uçan xalçadasan da, yəni çox rahat, çünki saniyədə, təsəvvür edin, bu askı sistemdə saniyədə milyon əməliyyatın getməsi nə deməkdir? Yəni, sənə sadəcə elə bir şey yaradır ki, şərait yaradır ki, sən bu avtomobili sadəcə belə sürməyindən ləzzət alasan, zövq alasan, sən bu avtomobilinlə yaşayasan, yəni bu avtomobilinlə yaşamaq lazımdır. Və bu avtomobil, bəli, bu həm də gündəlik idarə etmək üçündür. Çünki məsələn, Fantomu sən gündəlik idarə etməsi biraz qəribə gələ bilər. Amma bu avtomobili məhz biz gündəlik idarə etməmizdə də istifadə edə bilərik. Hərəkət sürətinin saatda 90 km artıranda idarə etmə panelində burada qırmızı rəngdə yanma göstərir, yəni sənin sürətin artır və artıq biz bu yollara çıxanda sistem bizə sürət qutumuza necə idarə etməyə verir və burada bir də low düyməsi var. Low düyməsini vurduğumuz andan etibarən aşağı sürət qutusunda aşağı ötürücülüklə gedirik. Biraz da səsi gəlir ora. Fikir versən, o danışdığımız məsələ hansı səsin içəriyə ötürülməsi. Biz biraz mühərrikdən eşidirik və heç nə eşitmirik də, yəni tam səssizlik. Quş səsi olarsa, o quş səsini biz burada eşitmiş olacağıq. Və idman avtomobilinin də sənə ruhunu yaşadır. Ki, bu arada low düyməsi yalnız Black Badge-də var. Digər versiyalarda yoxdur. Belə, Rolls-Royce Ghost 2 Black Badge versiyası mənim çox xoşuma gəldi. Bu maşına mən əyləşəndən Candar deyir ki, yaraşır, yaraşır. Elxan Zeynalının Aydın yaraşır mahnısı var idi. O mahnı bu dəqiqə səslənə bilər. Deyir, yaraşır, deyir, manifestiyə getsin də. Siz də dostlar, bu videomuzu gördünüzsə, like edirsiniz, bəyənirsiniz, izləyicilərlə bölüşürsünüz və
manifest deyirsiniz. Qoy hamıya Rolls-Royce qismət olsun. Görüşərik qismət olsa.